Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin ve lanetullah ala a'daihim ecmaîn. Allahumme accil ve likel ferec. Ümumiyyətlə biz ki bura qədər danışmışdıq. Sizə qeyd vurum ki, İmam Zaman əcəlallah fərəcə inşallah zuhur etdikdə din aşkar olacaq və ədalətlə bərpa olacaq. Çünki bunu biz əvvəllərdə də rivayətləri qeyd elədik ki, yəni bu məşhurdur, özünüz də eşitmisiniz, bilirsiniz ki, hədislərdə var. İmam Zaman əcəlallah fərəcə gəldikdə nə olacaq? Ədalətsizliyin, zülmün ən pik nöqtəsində, ümidsizliyin ən pik nöqtəsində xülasə hədislər deyir ki, İmam zuhur edəcək, zülmlə dolmuş yeri ədalətlə dolduracaq, din sabit olacaq, haqq gələcək, batıl gedəcək və s. Bu, Quranda da və hədislərdə də öz təsdiqini tapır. Təbii ki, bu insanların şəxsi marağından, sözündən qaynaqlanan bir şey deyil. Və bunu istəyirəm ki, bir neçə nüanslara toxunub inşallah biz üçün dəlillər güzgüsündə daha da aydınlaşsın. Məsələn, biz Quran-ı Kərimə baxdıqda görürük ki, bir neçə ayələr var ki, Allah Təbarək və Teala çox incə mətləbə toxunur. Məsələn, biri baxsaq Tövbə surəsinin 33-cü ayəsidir. Ki, məsəl üçün Allah Teala qeyd vurur, buyur ki, Bismillah, huvəl-ləzi ərsələ rəsuləhu bil-hudə və dinil haqqi və liyəzhirhu ələd-dini kullih və lövkərihəl müşrikun. Öz rəsulunu müşriklərə xoşu gəlməsə belə, hidayət və haqq din ilə bütün dinlərə qalib eləmək üçün göndərən odur, o yəni Allahdır. Və yaxud da Fəth surəsi 28-ci ayədə də bənzər ayə. Huvəl-ləzi ərsələ rasuləhu bil-hudə və dinil haqqi liyuzhirahu ələl-dini kullihi və kəfə billahi şəhidə. Ki, Allah deyir ki, bütün dinlərə qalib etmək üçün öz rəsulunu hidayət və haqq dinlə göndərən odur, yəni Allahdır və şahidlik üçün də Allah kifayət edir. Və yaxud da məsələn Səhv surəsində də var həmçinin ki, Allah Teala buyurur ki, Allahın nurunu onlar nə istəyirlər, öz ağızlarını söndürsünlər. Halbuki kafirlərin xoşu gəlməsə belə Allah Təbarək və Teala nə edəcək? Öz nurunu tamamlayacaq. Bu bir qaydadır və müşriklərin xoşu gəlməsə də İslamı bütün dinlərdən üstün etmək üçün öz rəsulunu hidayət və haqq olan dinlə göndərən də Allahdır. Yəni biz bu ayətlər prizmasından baxanda görürük ki, Quran açıq-aşkar haqq dinin bəyanından danışır. Yoxsa Əhl-i Beyt əleyhissalamın həqiqətənmi bəyanında məna necədir? Məsələn, Kəmaləddin kitabında mərhum Şeyx Saduq rəhmətullah əleyh İmam Sadiq əleyhissalamdan ki, nəql elədiyi bir sənədi ilə rivayət var. Əbu Bəsir nəql edir İmam Sadiq əleyhissalam fi qovlihi əzzə və cəl, Allahın bu ayəsi haqqında ki, Fəth 28-ci ayəsi haqqında İmam soruşur, İmamdan sual edir. Fəqal vallahu mə nəzələ təviluha bə'du. İmam deyir ki, and olsun Allaha, bu ayədə deyilənlər həyata keçməyibdir, baş verməyibdir. İmam bəyan edir ki, bu hadisə o vaxt həyata keçəcək ki, İmam Məhdi əcəlallah fərəcə zuhur eləsin. Zuhur edərkən də böyük əzəmətli Allahı inkar edən və ona şərik qoşan bütün insanlar imamın zuhur etməsindən narahat olacaqlar. Əgər bir kafir və ya müşrik həmin dövrdə hətta böyük bir daşın içində gizlənsə belə, daş sanki dilə gələcək və yəni sanki hətta ki, orada o daşın altında belə, içində belə olsa ki, deyir, hətta fi bətni saxratin ləqalət yə mu'minu fi bətni kəfirun fəqsirni fəqtuluh. Deməli, deyir, daş sanki dilə gələcək, deyəcək ki, ey mömin, mənim bətnimdə, içimdə bir kafir var, məni sındır və onu qətlə yetir. Hətta daş belə onun üçün şəhadət verəcək. Bu cür aşkar olacaq deyil. Və başqa hədisdə hətta Şeyx Saduq rəhmətullah əleyh yenə həmin kitabında Əbdurrahman bin Sərtdən nəql elədiyi hədis var ki, nəql eləyir İmam Hüseyin aleyhissalamdan Qaləl Hüseyin bin Ali ibn Əbi Talib aleyhissalam minna isna aşara məhdiyyən əvvəluhum əmirul müminin Ali ibn Əbi Talib aleyhissalam və axirəhum ət-tasi min vuldi və huvə imamil qaim bil haqq
yuhyillah bihi el-arda ba'de mevtiha ve yuzhiru bihi dinel hak ala din kullihi ve lev kerihel müşrikun. İmam Hüseyin Aleyhisselam deyir ki, biz Əhl-i Beytdən 12 nəfər olacaq ki, məhd olacaq və onların birincisi Əli ibn Əbi Talibdir. Sonuncusu mənim övladlarımdan olan 9-cu şəxsdir, İmam Məhdi Cəlal Fəricə ki, haqla qiyam edən imam odur və Allah Teala yer kürəsini ölü olduğu halda onunla diri edəcək və onun əli ilə haqq dini bütün dinlərə qalib eləyəcək. Hətta müşriklər bundan razı olmasa belə, narahat olsalar belə. Deyir, o imamın bir qeybə çəkilmə dövr olacaq, diqqət eləyəsiniz və imamın da qeyd elədiyi budur ki, ləhul qeybətu yərtəddu fihə əqvam. Məsələ budur. Onun bir dənə qeybə çəkilmə dövr olacaq. Həmin dövrdə ki, insanların bir dəstəsi, bir qövmi ki, orada eləyəcəklər, dindən çıxacaqlar, iman gətirməyəcəklər və bir dəstə isə möhkəm olacaqlar, yəni sabit qədəm qalacaqlar və lakin onlara çoxlu əziyyətlər olacaq. Və həmin sabit qalan insanlar ki var ki, möhkəm əqidədə olanlar çox əziyyətlər görəcək, çoxlu işgəncələr, əzablar görəcəklər. Amma deyir, onlara deyəcəklər ki, əgər haqlısınızsa deyin, bu vədə, bu iş nə vaxt həyata keçərsən olacaqdır. Mətə həzəl və'du in kuntum sadiqin. Əgər doğru danışansınızsa, düzsüzsə, haqlısınızsa, gətirin deyin ki, bu iş nə vaxt baş verir, bu vəd dediyimiz zühur nə vaxt olacaq? İmam deyir ki, əma innə sabirə fi qeybətihi aləl-əza və təkzib bimənzilətil mücahid bis seyf beynə yəday Rasulillah sallallahu aleyhi və aleyhi. Deyir, bilin ki, o imamın qeybdə olduğu dövrdə bütün bu əzablara dözən və bütün bu təkziblərə, inkarlara, zülmə sinə gətirən, səbir göstərən şəxs Allah Rəsulunun yanında cihad eləyən şəxs kimidir, qılıncı ilə cihad edən şəxs kimidir. Və yaxud da hətta Şeyx Saduq rəhmətullahi ilə bir başqa sənədlə ki, Muhammed bin Müslimdən nəql elədiyi rivayət var ki, İmam Baqir əleyhissalamdan orada deyir, bizim qaimimizin Əcəlallah Fərəcəhin düşmənlərinin qəlbində qorxu olacaq imam gəldikdə və Allah özü imama kömək eləyəcək. Yer kürəsi, bütün bəşəriyyət onun üçün sanki muhayyə olacaq, muhayyən diri olacaq, hazır olacaq. Və yerin bütün sərvətləri onun üçün aşkara çıxacaq. Allah Teala onun əli ilə öz dinini bütün dinlərə qalib edəcək. Hər yer abadlaşacaq. Hətta müşriklərin xoşu gəlməsə və narahat olsa belə. Allah Rəsulu olan İsa əleyhissalam yerə gələcək və iqtida edərək onun arxasında namaz qılacaq. Ki, şeyh qeyd edir ki, bu rivayəti, bu hədisi həmçinin eyni zamanda ki, başqa ravilərdən də, Əbu Bəsirdən də nəql olunubdur, İmam Sadiq əleyhissalam bəyan eləyibdir. Mərhum Şeyx Quleynin Kafi kitabında da, həmçinin biz baxsaq, birinci cildində, orada da Muhammed bin Fuzeylin nəql elədiyi rivayət var ki, İmam Kazım əleyhissalamdan Əbil Həsən el-Madi aleyhissalam qal səaltu an qovlillah əzzə və cəl ki, Allahın deyir, bu ayədə buyurduğu kəlməsi ilə bağlı ki, Səhv surə 8-ci ayə ilə bağlı ki, mən sualı soruşdum ki, ayədə Allahın qəsdi nədir? Deyir, Həzrət buyurdu ki, onlar İmam əleyhissalam vilayətinin nurunu ağızları ilə söndürmək istəyirlər. Deyir, yuridunə liyutfi'u vilayətə əmiril müminin aleyhissalam bi əfvahihim. Qultu vallahu mutimmu nurihi. Deyir, dedim ki, Allah nurunu tamamlayacaqdır ki, ifadəsi, kəlməsi nə mənadadır? İmam dedi ki, Allah Teala imaməti kamilləşdirəcək. Çünki o, biz Allaha və Rəsuluna nazil etdiyimiz nura ifadəsini işlədibdir ayədə. Nurda da məqsəd imamdır. Yəni, İmam Zaman Əcəlallah Fərəcəklə kamilləşdirəcək, tamamlayacaq. Allah tamamlayacaq öz nurunu, yəni İmam Zaman Ağa Allahın tamamlayacağı nurdur. Ki, deyir, sual verdim ki, bəs Peyğəmbəri Rəsulunu hidayət və haqq dinlə göndərib ayədəki kəlməsinin mənası nədir? Həzrət deyir, izah elədi ki, o elə bir şəxsdir ki, Allah öz rəsuluna onun vilayətini insanlara elan etməsini əmr etdi. Vilayət həmin haqq dindir. Deyir, sual elədim ki, bəs onu bütün dinlərə qalib edər.
ki mənası nədir? Deyir İmam da qoyur, qal əleyhissalam yuzhiruhu alə cəmi'il ədyan ində qiyamil qaim əcəlallah fərəcə. Deyir İmam Zaman əcəlallah fərəcənin zuhur etdiyi vaxtda bütün dinlərə imamı qalib eləyəcək Allah. Ayənin mənası budur. Təfsiri çox gözəl, əcib verir İmam. Və hətta Kəşfül Qimmədə fi Mərifətül Əimmə kitabında da Səd ibn Cübeyrdən ayənin təfsiri ilə bağlı soruşurlar ki, Allah Taala'nın ki, bu kəlməsi ki var ayədə ki, onu bütün dinlərə qalib eləyəcək. Nədir? Deyir Səd ibn Cübeyrin özü də deyir ki, Huvel Məhdiyyun min itrəti Fatimə əleyhəssalam. Deyir o Məhdidir. Kimin itrətindəndir, nəslindəndir? Fatimənin salamullah əleyhanın nəslindəndir, övladlarındandır. Məyəxud da mərhum Şeyx Təbəsi rəhmətullah əleyh Məcmuəl Bəyan fi Təfsiril Quran kitabında da 5-ci cildində bu ayə ilə bağlı qeyddə Zəhhaqdan belə bir ibarə gətirir ki, deyir Zəhhaq belə deyib, yəni İslam dinini bütün dinlərə tam elmi, qüdrət və qüvvətlə qalib eləsin ki, Allah Taala yer üzündə İslamdan başqa bir din qalmasın. Bütün dinlər məğlub olsun. Heç bir şəxs elmi istidlal yolu ilə müsəlmanlara qalib gələ bilməsin. Əksinə, müsəlmanlar tam elmi bir istidlallarla, dəlillərlə digər dinə inancı olanları məğlub edib onları qalib gəlsinlər. Qüdrəti ilə qələbə çalmaq ayədəki kəlmə mənası da budur ki, müsəlmanlar müşriklərə qələbə çalsınlar və müsəlmanlar tərəfindən müşriklərə ki, qələbə olsun və gücü olsun. Və mahiyyət olaraq da ayədəki bütün dinlərə və əmmə zuhurul bil qələbə ki, məsələn, bütün dinlərə qalib çalmaq, qalib gəlməkdədir məqsəd ki, nədir? Deyir ki, İsa ibn Məryəmin səmadan yerə inəcəyi dövrü nəzərdə tutur Allah ayədə və həmin dövrdə başqa dinlərə etiqad edənlərin hamısı İslamı qəbul edəcək və ya xərac verəcəkdir, yəni vergi verəcəklər xüsusi olaraq. İmam Baqir əleyhissalamın da bu cür buyruğu var ki, bu qələbə Muhammed sallallahu aleyhi və aleyhin ailəsindən olan Məhdinin əcəlallah fərəcəhin qiyam edəcəyi dövrdə baş verəcək. Bu zaman bütün insanlar Peyğəmbər sallallahu dininə tabi olacaq ki, böyük alimlərdən olan Sədi də bu nəzərdədir. Yəni Sədi adlı və huvə qovlu Sədi. Sədinin də fikri bu yöndədir. Yəni mərhum Şeyx Təbəsi həm əhl-i-sünnə alimlərindən bu cür izah gətirir, həm Əhl-i Beyt əleyhissalamdan da hədislə qeyd vuraraq məsələni təsdiqləyir. Məsələn, Əhl-i-sünnədən Qurtubi təfsir alimlərindəndir, təfsiri Qurtubi kimi də məşhurdur. O da məsəl üçün rivayət gətirir ki, Rüviyyə ənnə cəmiə mulukud dünya kulləhə ərbəətun ki, müminan və kafiran. Deyir ki, rəvayət olunur ki, bütünlüklə yer üzərində hakim edənlər 4 nəfərdən ibarətdir. Onlardan ikisi mömin, ikisi kafirdir. Möminlər Süleyman ibn Davud və İskəndərdir ki, bunu Zülqərneyn əleyhissalama nisbət verdiyi üçün deyirlər. Kafir isə Nəmrud və Buxtun Nəsirdir. Bu ikisi kafirdir, o ikisi mömindir. Siyahıya deyir, yer üzərinə hakim olacaq 5-ci şəxs isə İslam ümmətindən əlavə olunur ki, və o da Mehdidir ki, Allah Taala onun haqqında buyurub ki, Quranda liyuzhirahu aləd-dini kulli ki, onun bütün dinlərə qalib eləyəcək. Və hətta Qurtubi İbn Abbasdan başqa bir izah da gətirir ki, Abdullah İbn Abbas orada deyir ki, Peyğəmbər salavatullah bu cür buyurubdur ki, Allahın Rəsulu hidayətlə, yəni haqqı batildən ayırmaqla, haqq dinlə, dəlil və elmi əsaslarla Allah tərəfindən göndərilib dinlərə qalib etməsi nəzərdə tutulur. Və onu digər dinlərə, məzhəblərə qalib etdi ki, heç bir şey gizli qalmasın. Və Allahın kəlamındakı onu digər dinlərə qalib etsin ayəsində izahında deyilir ki, burada qəsd olunan məna İslam dinidir. Yəni İslam dinini bütün dinlərə qalib eləsin. Əbu Zurayrə və həmçinin də Zəhhaqın özü də ki, belə deyibdilər. Onlar deyiblər ki, Hazə ində nuzulu İsa aleyhissalam və qalə sodi zəkə ində xurucul məhdi əcəlallah fərəcə. Bəs Əbu Hüreyrədə, Zəhhaqda ki, deyibdir ki, bu İsa aleyhissalamın yerə nazil olacağı, inəcəyi dövrə baş verəcək və Sədi də deyib ki, həmçinin
bu İmam Zaman Əcəllah Fərəcəhin zahir olacağı, xuruc edəcəyi dövrə aiddir. Və həmçinin Quranda digər ayət ki var. Allah Təbarək və Teala buyurur ki, Bismillah və qul ca'al haqq və zahaqal batil innal batilə kana zahuqa. Haqq gəldi, batil də aradan getdi. Çünki batil məhv olmağa məhkumdur, yox olmağa məhkumdur. Ki Allah Teala İsra surəsinin 81-ci ayəsində buyurur. Məsələn biz baxsaq, məsələn Kafidə mərhum Şeyx Kuleyni Əbu Həmzədən nəql etdiyi rivayət var ki, Həzrəti İmam Baqir əleyhissalam buyurur ki, bu ayə ki haqqında dedi ki, o vaxt ki İmam Zaman Əcəllah Fərəcə zuhur edəcək, batil dövlətlər də yox olacaq. Və həmçinin Şeyx Tusin Əl-Qeybə əsərində də əshabdan bir dəstə Həkimə xanımdan, Seyyidə Həkimədən ki, o xanım ki, İmam Mehdi Əcəllah Fərəcəhin doğum hadisəsini ki, nəql edib, ondan nəql elədiyi rivayətdə qeyd edir bir hissədir ki, deyir, ağamın, seyyidimin deyir, vücudunu ki hiss etdim və Əbu Muhammed Həsən Əskərinin aleyhissalamın belə dediyini eşitdim ki, ey bibi, oğlumu mənə ver. Mən deyir, ağamın üzərindən pərdəni götürdüm və gördüm ki, o səcdədədir. Bədəninin 7 səcdə üzvünü yerə qoyubdur. Deyir, o deyəndən ki, fəkəşəftu ən seyyidi fəizə huvə sacidun ki, o səcdə halında gördüm və bütün o 7 üzvünü də qoymuşdu və sağ əlinin dirsəyində ki, məktubun yazılmışdı. Ca'al haqq və zahaqal batil innal batilə kana zahuqa. Həmin bu mübarək ayə orada deyir yazılmışdı. Deməli bu ayənin də müstaqı nədir? Mütləqdir ki, imamın zuhuru ilə də batil bir dəfəlik silinəcəkdir. Və imamın digər əlaməti nədir? Gəlişi dedi ki, necə ədalətlə bərpa eləməkdir. Quran nə deyir? Biz diqqət etsək, Allah Təbarək və Teala Hədid surəsinin 17-ci ayəsində Bismillah Ə'ləmu ənəlləhə yuhyəl arda bə'də mevtihə qad bəyyənə ləkumul əyti ləalləkum tuqilun. Deməli Allah Təbarək və Teala deyir, bilin ki, Allah Teala torpağı öldürdükdən sonra, torpaq öləndən sonra yenidən ona can verir, canlandırır, dirildir. Biz ayələri sizə belə aşkar bəyan edirik ki, ağlınız düşünsün, beyniniz düşünsün, bəlkə düşünənlərdən, ağıl sahiblərindən olasınız. Və mərhum Şəhzadə Kəmaləddində Səlam bin Müstənirdən nəql elədiyi rivayət var ki, deyir ki, bu ayə haqqında danışılanda imam dedi ki, Allah Təbarək və Teala yer üzü öldükdən sonra, yəni məcazidir bu, ölümdə burada məqsəd cəmaatın kafir olması, yəni bir mevdihə kufra əhlihə mənasında ki, cəmaat kafir olur, vəl kafiru meyyitun ki, çünki niyə kafirlər meyyit sayılır, ölü sayılırlar, diri də olsalar ki, öz imamının əli ilə, qaimin əli ilə, Əcəllah Fərəcəhin əli ilə onu dirildəcək. Və yaxud da Tə'vülül Ayətə Zahirə kitabında da 2-ci cildinin 663-cü səhifəsində də gələn rivayətdə eyni ravidən, Səlam bin Müstənirdən nəql olunan hədisdə İmam Baqir əleyhissalam ayə haqqında deyir ki, bu ayədə qəsd olunan məna yer üzünün küfrlə ölməsidir, kafir meyyit kimidir. Allah Teala öz höccətini göndərəcək və o höccətin vasitəsilə yerdə ədalət bərpa olacaq və yer üzü ədalətlə bərpa olunanda diriləcək və yer üzünün sakinləri də öləndən sonra yenidən həyata gələr. Və başqa bir rivayətdə, həmçinin Şeyx Mufid rəhmətullah əleyhin isnadı ilə nəql olunan rivayətdə ki, Şeyx İmam Sadiq əleyhissalamın əshabından nəql edir ki, İmam Sadiq əleyhissalam ki, Hədid surəsinin 16 və 17-ci ayələri ilə bağlı izahda deyir ki,
onlar ki özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onların üstündən uzun bir müddət keçibdi və qəlbləri sərtləşibdi, daşlaşıbdı. Onların çoxu fasiqdilər. Ayəsi haqqında danışanda deyir, ayə İmam Mehdi Cəlal Fərcəhin qeyb dövrünə nəzərdə tutulduğunu imam bu işarə edir ki, yəni müddət kəlməsi qeybdə olma müddətini işarə edir ki, Allah Teala bəyan eləmək istəyir ki, ey Muhammed ümməti və yaxud ey şiyələr, öncədən kitab nazil olmuş və uzun müddət keçmiş insanlar kimi olmuyor. Ayənin əsas izahı digər zamanlarla deyil, məhz İmam Zaman ağanın, yəni qeybdə olduğu dönəmdə yaşayan insanlara bağlıdır ki, Allah Teala müsəlmanları öz höccətinin varlığında şübhə etməkdən çəkindirir ki, qadağan eləyir ki, siz o şübhəyə, şəkkə düşməyin. Və Allah Teala ki, torpağa öldükdən sonra yenidən can verir, biz ayələrimizi belə bəyan eləmişik, açıq-aşkar ki, bəlkə ağlınız işləsin ki, ayənin də haqqında, imam deyir ki, məgər bu ayə haqqında eşitməmisiniz ki, Ələ təsmə'u ilə qovlə əzzə və cəl. İmam deyir, ayənin bəyanını izah edir ki, bizim Rəbbimiz, Allahımız buyurur ki, yəni biz İmam Zamanın ədaləti ilə zülümkar hakimlərin haqsızlığı ucbatından ölən yer üzünü yenidən diri edəcəyik. Yəni yuhyihə bi ədlil qaim aleyhissalam bə'də muftihə bi cəvri əimməti zulüm və zəlal. Zəlalət və zülüm imamlarının, başçılarının, rəhbərlərinin öldürdüyü bütün hər şeyi, məhv etdiyi hər şeyi, yəni imam neynəyəcək? Dirildəcək. Və biz görürük ki, həmçinin Allah Teala yer üzünü öz yaratdığı bəşəriyyəti təbii ki, zülm edənə və biz əvvəlki bəhslərdə qeyd etdik ki, kimlərə də itaət etmək olmaz. Həmin xislətlərdə, sifətlərdə olmayan şəxslərə təbii ki, Allah Teala ki, o şərtlər daxilində, yəni yer üzünü miras qoya bilməz. Çünki mirası Allahın mirasını, gərək onun layiqli olan, Allahı layiqli şəkildə ki, itaəti və tabiçiliyi və idarəçiliyi bacaran şəxs icra eləsin. Əks halda o salih şəxs olmadan fəsad əhli, zəlalət və zülm əhli olarsa, o necə varis ola bilər və necə o mirasa sahiblənə bilər? Adi insan görsən ki, özündən sonra bir irs bıraxdı, mirası çalışır ki, ən ağıllısı, ən idarəçiliyi bacaran, ən savadlı, ən ki, düşüncəli və doğru düzgün həyat tərzi olan şəxsə bıraxsın ki, özündən sonra qalan mülk, miras məhv olub aradan getməsin. İnsan belə bunu seçirsə, təbii ki, bu Allah üçün daha önəmlidir. Allah da belə bir şəxslər seçibdir ki, bu hər adama məxsus deyil. Məsələn, Quran-ı Kərim nə buyurur? Ənbiya surəsi 105-ci ayədə Allah deyir ki, Bismillah və ləqəd kətəbnə fiz-zəburi min bə'di zikr ennəl ərdə yərsuhə ibadiyyəs salihun ki, biz kitabda, zəburda ki, torpağa ancaq bu yerə, ancaq mənim salih bəndələrimin varis olacağını, miras aparacağını yazmışıq, qeyd etmişik. Yəni, deməli, burada məqsəd nədir? Salihlər olmalıdır, salih bəndələr. İndi biz Əhl-i-Beyt əleyhissalamda kəlamına baxanda, məsəl üçün, Abdullah bin Həsən nəql edir ki, İmam Baqir əleyhissalam belə bir kəlam buyurur ki, Allah Teala'nın yer üzərində salih bəndələrim ki, varis olacaq ayəsində salih bəndələrdə məna ki, axır zamanda yaşayan İmam Məhdi Cəlal Fərəcəhin əshabıdır. Əshabul Məhdi fi əxiri zaman. Məna budur. Hətta başqa bir rivayətdə Məcməl Bəyanda Şeyx Təbəsi rəhmətullah əleyh şərhində belə gətirir ki, ayənin deyir, cənnətin ərazilərinə Allahın mömin bəndələri varis olacaq. İbn Abbas, Səd ibn Cübeyr, İbn Zeyd ki, bu nəzəri deyibdilər. Belə olan halda bu ayənin məzmunu digər iki ayə kimi olacaq. Ki, belə ki, Zümər surəsinin 74-cü ayəsində Allah Teala deyir ki, Rəbbimiz yer üzünü miras olaraq bizə verdi. Müminin surəsinin 11-ci ayəsində qeyd edir ki, Şeyx rəhmətli Firdovsa varis olanlar kəlməsi və bir də Ənbiya 105-i qeyd edir ki, bu ayənin izahında təfsirində deyilir ki, ayədə Muhammed sallallahu aleyhi və alihin ümmətinin məşhur yerdə qələbə çalıb və o ərazidə kafirləri qovandan sonra ona varis olmanı nəzərdə tutulub. Ki, necə ki, İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhi deyib ki, yer mənim üçün mühəyyə oldu, diri oldu,
hazır oldu və yer üzünün şərqini və qərbini mənə göstərdilər və ümmətim mənə göstərilən yerlərin hamısına hakim olacaq. İbn Abbas da bu sözü başqa bir hədisdə təkrarlayıb və İmam Baqir əleyhissalam deyib ki, burada nəzərdə tutulan məna axır zamanda olacaq İmam Zaman Rəzəallah Fərəcəhin əshabıdır. Həmçinin mərhum Əli ibn İbrahim Əl-Qummi rəhmətullah aleyh öz təfsir kitabının 2-ci cildində ayə ilə bağlı orada da qeyd vurur ki, zikirdən sonra Zəburda yazdıq sözünün mənası bütün səmavi kitablar zikir hesab olunur mənasındadır və ayədə yer üzərində salih bəndələrim varis olacaq sözündə də məqsəd Əl-Qaim aleyhissalam və əshabuhu ki, imam və imamın köməkçiləri, səhabələri mənasındadır. Deməli, buradan da bizə bəlli olur ki, mahiyyət baxımından yer üzərində mahiyyət nə olacaq? Əsas olaraq ki, varislər, xüsusi yenə də ilahi şəxsiyyətlər olacaq ki, bu da hər kəsə nəsib olmur və hər kəs də bu ayənin misdaqı ilə çıxış edə bilməz. Deməli, biz bəyanla bəlli oldu ki, Quran özü işarə verdiyi ki, əlamətlər var İmam Zaman Rəzəallah Fərəcə üçün. O ayətlərin misdaqı və izahı əslində elə batini, həqiqəti İmam Zaman Rəzəallah Fərəcə üçün işarə edilmişdir. Velhamdülillah Rabbil aləmin.